Salam hər kəsə, hər vaxtınız xeyir. Bu videoda sizlərə yeni bir proyekt göstərəcəm. Proyektin adı Salamankadır. Videomuza keçməzdən əvvəl bildirim ki, bu videoda göstərəcəyimiz heç bir şey yatırım tövsiyəsi deyil. Sadəcə sizlərə proyekti göstərəcəm. Bu bir coin proyektidir və bu coinin hal-hazırda qiyməti budur və toplam 1400% qiymət qalxışı yaşayıb dostlar. Bəli, düz eşitdiniz, 1400%. Ancaq bu yeni çıxmış bir tokendir. 4 gün bundan əvvəl çıxıb, 4-5 gün bundan qabaq və 4-5 gün içərisində belə bir hype tutub. İndi sizlərə bu coini necə ala bilərsiniz, bu coin nədir, bunlardan danışacağım. Əgər istəsəz özünüz də bu coindən ala bilərsiniz. Proyektin içərisində əslində demək olar ki, heç nə yoxdur, heç bir məlumat yoxdur. Yəni proyekt içərisində sizlərə göstərə biləcəyim elə də dəyərli bir şey yoxdur. Sadəcə burada biraz yazılar var, bir də coin ilə bağlı qısa məlumatlar var. Coinin adı qısaca DON olaraq gedir. Token adı Salamanka. Ümumi təchizat 1 milyard. 4 meme. Bu nədir dostlar? Bu 4 meme də bir borsadır. Buradan da biz ala bilərik. Bunu da sizlərə göstərəcəm. Binance ağıllı zəncirindədir. Binance Smart Chain'dədir. Və ondalıq sayısı 18-dir. Başqa da burada göstəriləcək elə bir şey yoxdur. 80% for meme və liquidity üçün 20%. Belə bir məlumat var. Gəlin indi bu coini biz necə ala bilərik buna baxaq. Bunun üçün isə PancakeSwap'a daxil oluruq. Və sağ üst bölmədən biz bura öz kaşlokumuzu bağlamalıyıq. Mən də indi öz kaşlokumu bura bağlayacağım. Və kaşlokumuzu bura bağladıqdan sonra gördüyünüz kimi bura bizim balansımız düşür. Hansı coin ilə almaq istəyiriksə əvvəlcə onu seçirik. USDT deyək və 100 dollar yazaq. 100 dollara biz bu coindən 23.970 ədəd ala bilərik. Hazırki coinin qiymətinə görə. Eyni şəkildə bu for meme borsasından da biz ala bilərik. Sağ üst bölmədən biz bura kaşlokumuzu bağlayırıq və burada buy və sell bölmələrindən alım satımlarımızı eləyə bilərik. Qrafikası da bu şəkildədir dostlar. Qrafikası burada gördüyünüz kimi ilk çıxdığı qiymət budur. Çox-çox aşağı qiymətdən çıxıb və 4 gün içərisində yaxşı bir qalxış yaşayıb və hal-hazırda bildirim ki, biraz hətta düşüşdədir. Ona rəğmən 1400% qalxış göstərir. Toplam qiyməti isə 0.005-ə qədər yüksəlib. Hal-hazırda isə 0.0041-dir. Qısa bir şeydir. Qısa bir proyektdir. Hər hansısa bir sualınız olsa videonun altında yazıb soruşa bilərsiniz. Həmçinin proyektin sosial media adreslərini də videonun altına yerləşdirəcəm. Oradan istəsəz baxa bilərsiniz. Başqa videolarımızda görüşmək diləyilə. Hələlik sağ olun.